Dəyərli izləyicilər, əzhənliklər, Azərbaycanın güneyində 2 dənə söz yanlış işlənir ki, bunu sizin qulluğunuza çatdırmalıyam. Biri gözləmək, ərəbcə desək intizar. Biz birinin intizarını çəkəndə Azərbaycanın güneyində deyir ki, mən səni güdürəm. Bu gözləmək anlamında işlənir. Halbuki güdmək sözü ilə gözləmək sözünün çox fərqi vardır. Gözləmək sözü sən birinə söz veribsən, qərar qoyubsan və gəlib səndən görüşməlidir. Buna biz deyirik gözləyirəm səni. Amma güdmək negativ anlamı vardır. Nə mənada? Bu mənada ki, güdmək gizlindən izləməkdir. Yəni, məsələn, biz birin baxırıq ki, bu nə iş görür, hara gedir, nə eyniyir. Buna güdmək deyər ki, Azərbaycanın güneyində ikisinin yerin qarışıq salırlar. Hamısına elə güdmək deyirlər. Güdəndə də güdmək deyirlər, gözləyəndə də güdmək deyirlər. Biri də bu hə yox sözüdür ki, Türk dilində ana dili kutsaldır. Necə ki, ana kutsaldır, ana dildə kutsaldır. Toxunulmazdır. Yəni, birinci insanın ana dilidir. İkinci, üçüncü üstünlüklərdə ayrı şeylər ola bilər. Bu hə yox sözü, yəni Azərbaycanın güneyində birdən uşaq deyir ki, hə, bu işi görübsən, hə, bu işi görübsən, yox. Hə deyəndə tez buna qarşı olurlar, hə yox, bəli. Mən istərdim, yəni bunu bilmək istəyirəm ki, niyə hə deməsin, niyə bəli desin? Bəlinin üstünlüyü nədir? Hənin yanlışlığı nədir, pisliyi nədir? Bunu niyə deməməlidir? Deyəndə də açıqlamırlar. Yox, elə bu mədəniyyətsizlikdir. İnsan öz dilin danışmaq, onun mədəniyyətin, onun kimliyin, onun yəni varlığın göstərir. Ayrı başqa dilləri öyrəşmək çox gözəldir. Nə qədər dil bilirsən, bu gün də ana dili günü olduğu üçün dillərin hamısı gözəldir, hamısı yaxşıdır, hamısında öyrəşə bilməsək, oracan ki, başarışlığımız vardır. Bir neçə dil öyrənməliyik və hər dili də öz kuralları ilə, öz yolları ilə öyrəşib və düzgün öyrənməliyik. Halbuki bunların hamısının başında ana dili durur. Belə deyim də, ana dilin bütövlükdə öyrənməyən biri başqa dili öyrənə bilməz. Öyrənsə də sınıq-salxaq öyrənər. Yəni, o ki, düzgün öyrənməlidir, onu öyrənə bilməz. Bütün varlığımla, bütün qanımla, canımla söyləyirəm ki, yəni hər kəsin ana dilin əlindən almaq onun kimliyin əlindən almaqdır. Ana dili, yəni insanın varlığıdır, kimliyidir. Var olun, sağ olun, əsən qalın. Ana dilimizi düzgün konuşaq, düzgün öyrənək. Sağ olun.